Əvəz Zeynallı azadlığa buraxıldı. Xural internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə elədiyi müraciətlə bağlı yekun qərar verilib. Oxu Azın məlumatına əsasən Nizami rayon məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə onlayn formatda keçirilən yekun prosesdə qərar elan edilərək Əvəz Zeynallı azadlığa buraxılıb. Xatırladaq ki, vəkil Rəşad Əliyev müvəkkilinin xərçəng xəstəliyi ilə əlaqədar müayinə olunub, diaqnozunun təsdiq olunması və bu səbəbdən onun cəzasının qalan hissəsindən azad olunması ilə bağlı qərar çıxarılmasını məhkəmədən istəyib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdilər.